Əziz tələbələr, Dövlət İmtahan Mərkəzinin imtahanlarda istifadə etdiyi belə məntiq sualın izahına baxırıq. Çox sadədir, olduqca sadədir. Burada qayda nədən ibarətdir? Sadəcə olaraq gördüyünüz kimi yuxarıda 22-ci sualda çevrələr verilib və həmin o çevrələrin ya böyükdən kiçiyə doğru sıralanmasını istəyir bizdən, ya da kiçikdən böyüyə doğru sıralanmasını istəyir. Yəni bu tipdədir. Çox sadə testdir. Biz burada baxırıq ki, məsələn, gördüyünüz kimi Q hərfi hamısından böyükdür. Amma cavab variantlarının heç birinin başlığında Q hərfi yoxdur. Deməli, bu böyük olanları sona yazır. Ən kiçiyi də əvvələ yazmalıdır. Ən kiçiklər gördüyünüz kimi baxın burada D ən kiçikdir də ölçü olaraq. Fikir verirsinizmi? Yəni bu xətlər də arkada verilmiş xətlər də bizə köməklik eləyir ki, biz görək ki, D ən kiçikdir. Ondan biraz böyük olan A hərfidir. Gördüyünüz kimi 4 xətt əhatə eləyir onu. 4 xəttin içərisində yerləşir və yaxud da deyə bilərsiniz ki, məsələn 3-ün neçəyədir? Yəni bunu da deyə bilərsiniz. Amma gözdən hər şey görünür. İkinci hərfimizin A hərfi olduğunu tapırıq. Daha sonra A hərfindən biraz böyük, təbii ki, burada N hərfidir. Ona görə üçüncü hərfimiz N-dır. Dan sözü ilə başlayan cavablardan biri də artıq cavabımız hazırdır. Yəni, indi görəsiniz ki, N hərfindən biraz da böyük olan burada L hərfi var. L hərfindən biraz böyük burada A hərfi var. Danla sözü artıq alındı. Danlamaq sözüdür, yoldaşlar. Birinci sualın cavabı olur danlamaq Y variantı. 23-cü sualda da eyni qaydadır. Burada da yenə baxırıq ki, fiqurların sahəsinə görə ya böyükdən kiçiyə doğru, ya da kiçikdən böyüyə doğru içərisindəki hərfləri düzüblər. Düzgün cavablarınızı videonun aşağısında qeyd edərsiniz.